Sen çəksən. Yox, hələ başlama. İndi bunu Sen asas. çəksən. Mən bu başım gününə gündədir. Eybi yox, mən bunu Bir də açıram. sağ saçımı kəsdirim də. Bir dəqiqə gözlə, mən bunu şey eləyim, açım burada. Nə Açıram. diyor? Bizim keçən dəfəki müraciətimizdə, yəni Nə deyir o? şeyə Dəvətləmə göndərəm. Yox, dövlətə müraciət elədik ki, yəni anamı qocalar evinə 50.000 pul verilsin, sənin pampers və pul satıram. Məni? Hə, sənin pampers və pul satıram. Pis bağlayıram. Hə, indi onun cavabı gəlir də. İndi bunu şey eləməliyik. Görək nə gəlir. Yəni şeylər var, sən dedin ki, çılğınca sevinirəm. Sen bana qocalar evi göndər, mən sevinirəm. Bunu açanı da ay qızım, çılğınca sevinirəm. O, çılğınca sevinirəm, qocalar evinə gedirəm, hə? Başıma. Ben onu tuhaf gəlim. Utanmırsan sən, mən cavab Yox, bəlkə gəlim. pul verəcəklər də. Yəni deyəcək qoyma, belə deyirlər. Deyirlər ki, qoymayın, biz pul veririk sizə. Pul vermir, anı qocalar evinə qoyma, anı saxla. Ay sağ ol, pul vermə. Süper, süper. 50.000 pul verəcəklər. Yəni sənin lal çal olmaya inanıblarsa da, yəni başa düşdün. Eyni bir şey deyirəm, amma sən belə gülüş şeydə qalıb yaşadın. Bir gözəl açıb 1, 2, 3. Hər kəsə salam, hər vaxtınız xeyirli olsun. Nəhayət ki o zərfimiz gəldi. Mən sizin gözünüzün önündə baxın konverti açıram, açmamışam görürsüz. Konvert var onun içində. Konverti də bu nə deyim bəs? Paketdir də. Paket pis çıxır ağa, konvert yaxşı. Konverti zərfi açıram daha doğrusu. Sizin gözünüzün qarşısında görürsüz, baxın açılmıyor, baxın. Ne var onun içində? Açıram. Aslında ataydı, baxaydı. Bəlkə bir şey yazıblar ona. Elə maraqlı olmayacaq. Yaxşı bunu açıram. Mən çox həyəcanlıyam. Anamın da biz indi hal-hazırda anam da çox həyəcanlıdır və Dilimi dəyişmək, alın balıqçı mı danır? hə. Sakın bir şey yazırlar ora. Salam Məsmə xala və onun anası Sona xanım. Videonuzu görüb izlədik. Və 50.000-i sizə verməyə Nə? qərara aldıq. 50.000 nə verirlər bizə? Sən dedim baxın müraciət edirik, verəcəklər. 50.000-i sizə verməyə qərara aldıq. Gördün ana? Bizə verirlər 50.000. Və 50.000-i verək. Ayda, 50.000. Mənə verəcəklər 50.000. Yox, mənə çünki sən bir yaxın deyirdim mən səni. Ona mənə verməyəcəksən? Yəni qoy oxuyum da axıra qədər. Tez elədə, baxım çatda 50.000-i sizə verəcəklər. verməyə qərara aldıq. Lakin sonradan başqa videolarınız qarşımıza çıxdı və ananızın əxlaqsız hərəkətlərini gördük. Mən harada axlaqsız eləmişəm? Yəni sən kim göndərib onu? Buna görə də milləti, Azərbaycan xalqını aldatdığınıza görə Biz. ananız Sona xanıma 56 il 42 gün həbs cəzası verilir. Yüz canım başa, Türkçənizi. 42. Bax sən pul göndəriblər. Düşürdülər. Həbs göndərirlər mənə. Çünki ananız həm danışa bilir, həm də eşidir. Mən deməmişəm danışa bilmirəm ki. Sənə həbs eləsinlər get. Mən utanım tərəsən bu